Deməli uşaqlar, artıq Məhərrəm ayı daxil olduğuna görə suallarımızı da Kərbəla hadisələrindən verəcəyik. Kərbəlada şəhid olan ən kiçik şəxs kim idi? İmam Hüseynin 6 aylıq övladı Əli Əsğər. Nəzərinizə çatdıraq ki, oyunumuz hədiyyəlidir. Qalib olana hədiyyə verəcəyik. İkinci sualımız. Əbəlfəz Abbas əleyhissalama niyə Qəməri Bəni Haşim deyirlər? Əbəlfəz əleyhissalam çox nüfuzlu olduğuna görə ona Bəni Haşimin nüfuzlu ayı deyirdilər. Rasulullah sallallahu aleyhi və alihi və səlləm İmam Həsən və İmam Hüseyn üçün nə buyurub? Peyğəmbər salavatullah buyurub ki, İmam Hüseyn və İmam Həsən cənnət cavanlarının ağasıdır. Deməli 2-1 Əli qalib gəldi. Təbrik edir Əlini. Həlledici raund başlayır. Bizim Fərhadımız da son imtahandan 600 baldan yuxarı toplayan tələbələrimіздəndir. Təbrik edirik. İlk sualımız. Hansı çayın qarşısını kəsib İmam Hüseynin yaxınlarını su vermədilər? Fərat çayının sahilində. Hansı surənin son ayələrini İmam Hüseynə aid edirlər? Aha, görə Əli nə deyir? Fəzr surəsinin son ayələri. Ayələr də mən deyim. Ey aram olunmuş nəfs, dön Rəbbinə tərəf. Sən ondan razısan, o da səndən razıdır. Daxil ol bəndələrimin cərgəsinə, daxil ol cənnətimə. Və son sualımız. İmam Hüseynin məclislərində niyə sinə vururlar? Sinə ona görə vururuq ki, hər ölkənin öz əzadarlıq bir şeyi var, məclisi var. Biz də ona görə sinə vururuq. İçimizdəki sevgini belə bildiririk. Sən nə deyə bilərsən? Necə şadlığın simvolu əl çalmaqdırsa, qəmin də simvolu sinə vurmaqdır, başa vurmaqdır, dizi döyməkdir. Əhsən dostlar, hər ikiniz də doğru yanaşdınız. Təbii ki, bu suala bir çox yanaşmalar var. Ona görə bu sual hesablanmır, çünki burada bərabər oldunuz. Növbəti sualı deyirik sizə. İmam Hüseyn əleyhissalam Kərbəlaya gəlməmişdən əvvəl Kufə şəhərinə hansı sahabəsini göndərir? İmam Hüseyn əleyhissalam öz doğma əmsi oğlu Müslümü Kufə şəhərinə göndərmişdi. 2-1 Fərhad qalib olur. Hədiyyələrimizi Xəqani müəllim bizim bəhlulumuz gətirir. Təbrik edirəm hər birinizi. Hədiyyələrə görə Zira Büyükçeriyə Samir bəyə təşəkkür edirik ki, uşaqlarımızı hədiyyəsiz qoymadılar. Üçüncü yerin hədiyyəsini vereyim. Çox sağ olun. Sağ ol. İkinci yerimiz Əli qardaşdır. Buyur qardaşım, təbrik edirəm. Və birinci yer bizim 600 ballı qardaşımız Fərhad. Təbrik edirəm.